fiki dövrələr. Harasa 10 dənə dövr var. Və mən bizdə var daş dövrü, qədim daş dövrü, filan dövr. Biz oxumuşduq usul elmində, usul elminin tarixini oxumuşduq. Dedik əvvəldən var, düzdür? Bəs fiqh necə? Deyir, hə, fiqhin də bir deyək, tarixi qədimdəndir. Birinci təşri' axırı ayn, təşri' yəni şəriət. Təşri' dövrü, yəni şəriət dövrü. Nə vaxtdan başlayır? Peyğəmbərimizin 23 il təbliğatından. Haçana qədər? Peyğəmbərimizin vəfatına qədər. Ki Peyğəmbər 23 il ərzində təbliğat elədi, İslam məsələn ortaya qoydu, təbliğ elədi və nə ki lazım idi onu dedi və bunlar yazılırdı, xüsusən də diqqətlə yazılırdı. Bu yazan da əsas çox, xüsusən də onları qeyd edən əhkam məsələlərini, ayələrini qeyd edən hədisləri də qeyd edən Əməl İslam idi. Birinci vamız. Bir dənə kitab oldu, Kitab-ı Əli, Əlinin kitabı adında məşhur oldu ki, bu kitab zaman-zaman yetişmiş imamlarımızın hər birinə. Xüsusən də bu müsəlmanlardandır. Bəzisi İmam Baqir və İmam Sədin dövründə o kitabdan istifadə eləmişlər. Və birinci nə oldu? Təşri' dövrü Peyğəmbərin doğumun başlamasından şəriətinə, vəfatına qədər 23 illik dövr. Fiki bir dövr oldu bu. Peyğəmbərin elə təbliğat iliydi. Bu olar, bu olmaz. Bu bir. İkinci, fikhin yazılma və bəyan dövrü. Peyğəmbərin vəfatından, nə vaxt olur vəfat? 632-ci ildə. 33 də deyirlər, orada ay, 32 deyil. 632-ci ildən ta İmam Zamanın Qeybət-i Suğrasının sonuna qədər. 869-cu ildə İmam doğulub, 5 yaşı gəlib qeybə, gəlib 5 ildən sonra, 5 yaşına qeybə, 874, 69 il kiçik qeybə dövrdə qalıb, 69 il, elinə qədər 943-cü bizim ilimizlə, miladın 2025-də, 632-ci ildən 943-cü ilə qədər olan dövr. Fiqh dövrüdür. Ki bu zamanda imamlarımızın sadiq tələbləri, məsələn üçün Zürarə, İbn Əyun, Muhammed ibn Muslim, Əban ibn Təqlib, Əbu Bəsir və digər parlaq simalar neyiblər bu məsələ götürülür öhdələrinə və fiqhi məsələlərini neyiblər yayıb. Yəni ki, belə deyək, imamlarımızın dövründə, birinci Peyğəmbərin dövrü, ikinci imamlarımızın dövrü. Və bu məsələ haçan bitdi? İmamımızın kiçik qeybi bitənə qədər. 943-cü ilə qədər bu məsələ başladı. 943-də məsələ bitdi. Yəni bu bu dövrdür. Ki burada həmçinin gedirmişsə imamımızın naibləri, mən adlarını demişim sizə, Osman ibn Said el-Əmuri, Hüseyin ibn Ruh Növbəxti, Məhəmməd ibn Osman və Əli ibn Muhammed Səmuri. Ki bu 4 nəfər imamımızın deməli naibləri, nümayəndələri və bəzi o dövrdə yaşayan bəzi axırı zaman deyə kiçik qeybdə və naiblərin axırıncı naibləri görən, bu 4 dənə naiblərin hər hansı birini və axırıncı xüsusən də görən bəzi alimlər, məsələn üçün də Əli ibn Hüseyn ibn Babaveyh, Şeyh Sadıqın atası Şeyh Məhəmməd ibn Yaqub Kuleyni, Şeyh Sadıqın atası bu Babaveyhdir, ikinci Şeyh Kuleyni, üçüncü Həsən ibn Əli ki bu məşhurdur, deməli İbn Əqil kimi, İbn Əbi Əqil kimi və yaxud da Məhəmməd ibn Qovləvi ki bu 4-5 nə alim adlarını seçdik, yarısı 3-ün ya 4-ünün ki bunlar axırıncı, yəni naibin dövründə olublar, bunların günü dəstək olub bu fiqh elminin inkişafına. Birinci nə oldu? Peyğəmbərin öz dövrü. İkinci nə oldu? Peyğəmbər vəfatından ta kiçik qeyb bitənə qədər. Kiçik qeyb bitənə qədər və kiçik qeyb müddətində ki İmam 69 il qeybdə idi. Bu 69 il ərzində 4 dənə naibi vardı. 4 dənə naib, axırıncı naib ölənə qədər. Axırıncı naib ölənə qədər ta bu iş davam elədi. Üçüncü,
Fikir rivayətlərin cəm olunması, fikir rivayətlərin, yəni nə qədər rivayətlər var əhkam baxımından. Namazdan, orucdan, qüsurdan, boşanmadan, təqliddən, su, partlayıcılar. Hamısının cəm olunması, bir yerə yığılması və toplanması. Bu haçadan başlayır. Bu başlayır Qeybət-i Suğradan, kiçik qeybətdən başlayır ta mərhum Şeyx Mufidin vəfatına qədər. 943-də başlayıb bu üçün dövrə ta 1022-ci ilə qədər. 1022 bizim ilimizdir. Mərhum Şeyx Mufid 947-ci ilə doğulub, 1022-də dünyasını dəyişib. Biz burada oxumuşduq, yazı gəlirsə, fiqh alimlərinin həyatından orada da var. Burada bəzi alimlərin ki, harasa neçə nəfər orada alim var, fiqh və usulda zəhməti çox olan alimlər orada yazılıb da, oxumuşuq, neçənci doğulublar, harda və nə şürüblər. Deməli, təkərləm, Qeybət-i Suğradan başlayır, 943-cü ildən başlayır, ta Şeyx Mufidin vəfatına qədər, 1022-ci ilə qədər olan proses. Nədir bu da proses? Fiqhi rivayətlərin cəm olunması. Nə qədər hədis var fiqh barəsində? Hamısı yığırlar. Nə yığırlar? Araşdırsınlar hansı cəlidir. Cəali yəni ki, qondarma, saxta. Hansı etibarlıdır, hansı səhih hədisdir, hansı həsən hədisdir, hansının ravisi siqədir, etibarlı şəxsdir. O üçün yığdılar bunları. Yaxşı deyiblər. Baxsın, hədisə mənbəyi yoxdur. Amma əhkam hədisidir. O kənara niyə? Mənbəsizdir. Mənbə var, ravisi yoxdur. Ravisi məchuldur. Yəni ki, naməlum. Bu kimdir? Bilmirik. Bu qoy kənara. Bu Əhl-i-Sünnə mən araşdırmışdım. Video halında da var. Altda videodur. Əli bağlı məsələsini araşdırmışdım. Neçə bundan öncə. Bunlardan 5 il var. YouTube'da var o. Əli bağlı namaz qılmanın mənbələri. Əli bağlı namaz ki var. 20-yə yaxın rivayətləri vardı. Mən hamısı 19 və 21 belə bir rivayətdə hamısı araşdırdım. Saxtıydı hamısı və bir-birinə zidd. Orada əsas çox buna əsaslanırlar ki, əli sağ, əli sol əlin üzərindən qoymaqlıq bizə əmr olunmuşdur. Filan deyirəm, saxla. Əmirləyən kimdir? Rivayətdə var, əmirləyən filan kəsdir. Peyğəmbər var, o da yox. Bəs kimdir əmirləyən? Bəlkə əmirləyən kafirdir. Biz elə hər şeyə əmrə biz tabiyik. Kimdir əmirləyən? Məsələn, sənə polis yola saxlaya bilər, da qəssab yox ki. Sənə həkim müalicə elə, da ev ustası yox. Mütəxəssis Peyğəmbər əmr eləyib, deyir. O rivayətdə əmr olunmuşdur, kimdir əmirləyən? Əhkam hədisi dırnaqarası, ravi məlumdur, yox, qoy kənara. Deyir, bunlar nəyə yığdılar? Tam hədislər ki, saxtadır, cəlidir, bu hamısı, yəni, deməli, zəif deyək, saxtadır, hamının kənarına qoydular ki, aycımlar, bunlar saxtadır, filan, sübutlara əsasən. Nəyə saxta deyir? Bizim əmin sübutlar var ki, bu hədis saxtadır. Əhkam hədisi, nə olsa əhkam hədisidir. Əhkam hədisi olsa da, bu saxtadır da. Yəni, hər şey qəbul edir, təbii ki, yox. Ki, deməli, bu dövrdə, bu dövrün alimləri, yəni Şeyx Müfidə qədər olan alimlər bunu nə edirlər? Araşdırdılar. 943-1022-ci ilə qədər olan bir dövrdə. Məsələn, burada alimlər var idi. Məsələn, Məhəmməd ibn Əhməd ibn Cüneyd İskafi, Məhəmməd ibn Məhəmməd Numan, Şeyx Müfid ləqəblə, bu özü nə deyim, özü də hələ. Seyyid Murtəza, İlm-i Huda və digər alimlər.